Salam, hər vaxtınız xeyir, necəsiz? Sabahların bildiyimiz kimi 17 may, eləcə də növbəti gün 18 may tarixlərində 4-cü və 6-cı siniflərin monitoringi keçiriləcək. Hər birinə uğurlar arzu edirəm. Əsasən də o uşaqlara arzu edirəm ki, həqiqətən də bu 4 ildə, bu 7 ildə, 5 ildə onlar nə isə əldə ediblər. Əziyyətləri var, oxuyublar. Yoxsa müəllimlərinin hesabına yaxşı nəticə əldə etməyəcəklər. Çünki sizə bir şey deyəcəm. Əslində məndə səs yazıları var. Bu keçən illərim bu problemi yaşadıq. Keçən illərim bizim məktəbdə mənim əkizlərim imtahan verdi monitoringdə. 4-cü sinif idilər. Dostlar, onlar imtahandan gələndən sonra artıq bəlli oldu ki, imtahan zalında uşaqlara cavablar paylanılıb, imtahan zalında bir-birlərindən köçürtmə şəraiti yaradılıb, yəni monitoringdə də. Nə olsun 4-cü sinif, 6-cı sinifləri dostlar? Biz hər şey aşağıdan gəlir, bağçadan deyim, məktəbə qədər hazırlıqdan mı deyim, evdən mi deyim? Yəni uşaq o vaxtdan artıq başlayır ki, mən yalançı ola bilərəmmi, mən oğru ola bilərəmmi? Bu hardan gəlir? Ailədən gəlir, cəmiyyətdən gəlir, ictimai yerlərdə görür, məktəbdə görür və ondan sonra deyir ki, müəllim bunu edirsə, valideynin bunu edirsə, mən niyə də eləmiyim? Deməli, dostlar, əlimdə bizim sektor müdürü Kərim Kərimovun səs yazıları var. Keçən il dediyim kimi mənim uşaqlarım may ayı imtahan vermişdilər, gəldilər və mən onlarla sorğu-sual apardım, baxdım, yoxladım və onlar mənə etiraf elədilər ki, ana sən deyən kimi oldu, bəli, köçürtmə şəraiti yaratdılar, bəs siniflərə yad adamlar girib çıxmağa başladı, bizim vərəqlərimizi çəkib kiməsə aparıb göstərirdilər, belə. Və mən araşdırdım. Burada səsi qulaq asdırmayacağım dostlar. Əgər kifayət qədər baxış əldə eləsəm və siz tələb eləsəniz ki, müəllimə, o səs yazılarını bizi dinlədin, görək Kərim Kərimov orada nə deyib. Bəli, üstü örtülü mənə hədə qorxu gəlib, mənə təzyiqlər göstərib. Amma mən ona bildirmişəm ki, səsimdə də ona bildirmişəm ki, siz əgər bu işin üstünə ciddi düşməsəniz, mən düşəcəm. Və ondan sonra mənə yazdı ki, yaxşı Leyla müəllim, mən bu haqda maraqlanaram. Çünki gördü ki, mənim əlimdə sübutlarım var. Hətta kameraları da açdırdım məktəbdə və orada uşaqlara paylanılan hissələri də gördüm. Bu barədə sektor müdürünə məlumat versəm də, regionala məlumat versəm də baxılmadı. Çünki bu hamısı onlar tərəfindən təşkil olunur da bilirlər. Mənə nə lazımdır və siz bax müəllimlər, mənə bir dənə deyin görüm. Əgər bu monitoring sadəcə elə belə yüngül bir şeydirsə, nə vacibdir ki, uşaqların nəticələrini qaldırmaq üçün onlara hazır cavablar verələr? Nə vacibdir? Nəyə lazımdır? Onda bu imtahanlar nəyə lazımdır? Əgər müəllim partanın altında gizlənib uşağa kömək edəcəksə, nəyə lazımdır? Süpürgəçidən cavabları göndərəcəksə, uşağın ürəyi gedib. Demək, uşağa deyiblər ki, ürəyin gedər, özü elə apar gedən ki, ürəyin gedər, sənə su gətirəcəklər, suyun yanında da sənə şparqalqa gətirəcəklər. Dostlar, siz bunların hoqqalarına baxın da. Yəni, ona görə də demək istəyirəm ki, valideynlər, yəni son 5-6 saatınız qalıb. Övladlarınıza da deyin, əgər həqiqətən də sizin övladlarınız əziyyət çəkib indiyə qədər, qoymayın onların haqları tapdalansın. Onlara da tapşırın. Özünüz də göz açıq olun. Onlara da tapşırın ki, gördün ki, kimsə orada yalandan ürəyi gedir. Yanına xadimə yaxınlaşır. Su gətirən var, çölə çıxardan var, ayaq yoluna çağıran var. Bilin ki, o uşağa nə isə veriləcək. Mənim övladlarım eynən mənim kimi gördülər, dedilər, hətta səs yazılarda durur. Uzun müddətdir ki, saxlamışam onların səs yazılarını. Bəli. Yəni, bilirsiniz necədir? Belə bir şey var ki, uşaqlardan çox valideyn bilməlidir. Və valideynlərdən də çox müəllim bilməlidir. Mən də bir müəllim olaraq 3 il bundan öncə məndə də ilk dəfə bizim siniflər vermişdi də monitoring imtahanı. Mən sizə bir şey deyim ki, mənə orada yaxınlaşdılar ki, Leyla müəllim, istəyirsən uşaqlarıma kömək elə, faiz yuxarı olsun. Mən bildirdim ki, ehtiyac yoxdur. Mənə maraqlıdır görün, mən bu uşaqlarıma 5 ildə nə öyrətmişəm.
Bəli, nə öyrətmişəm. Ona görə də, amma bu yenə siz özünüz açıq tanıyırsınız ki, mən həqiqətən də işimi sevən ciddi bir müəllim olmuşam, tələbkar müəllim olmuşam. Ona görə saxtakarlığa yol verməmişəm. Amma məndən fərqli olaraq digər müəllimlər Aranlıda olsun, Qızılkətdə olsun, digər məktəblərdə olsun, yəni onlar heç vaxt boyunlarına da almayacaqlar. Bu günlərim qəfildən kimsə gəlsin, eyni sualları o uşaqlara gətirib versin. Özünüz də əmin olacaqsınız ki, bu uşaq heç bilməyib ki, orada nə yazılıb. Çünki bu imişidə bu adət ənənə hala alıb, saxta sənədlər işləmək, uşaqların adlarını, hətta sizə bir şey dediyim ki, hətta onun yerinə başqa uşaq da gətirib otuzdururlar. Bəli, 5-ci sinif, 6-cı sinif uşağı gətirib otuzdururlar. O yoxdur axı burada, o yoxdur, o yoxdur, o uşaq burada yoxdur. Yəni ona görə də mən artıq dərəcədə xahiş edirəm. İlm və Təhsil Nazirindən Emin Əmrullayevdən artıq dərəcədə xahiş edirəm. Nə olar? Həqiqətən də ciddi işlərə yanaşın. Bilirsiniz necədir? Tapşırığı elə verin ki, deyin ki, mənə şikayət gəlsə, hansısa negativ hallar olsa sizi cəzalandıracağam. Onlara bunları demədiyiniz üçün, ona görə də onlar öz bildiklərini edirlər. Məktəbin faizi yüksək olsun deyənə, imişinin adı yüksək olsun deyənə, İmişidə uşaqlara saxta bal verirlər. Saxta nəticələrlə yüksək müəllimlərin adı sanıq olsun deyənə. Siz təsəvvür edin ki, müəllim özü bilmir vurmanı, bölməni. Amma uşağı necə yaza bilir dostlar? Bilirsiniz niyə? Çünki müəllim, həmən o direktor bilir axı bu müəllim yaxşı dərs keçməyib, bu sinif zəifdir. Yalandan qiymətləri yazırlar. Bu monitoringdə üst-üstə düşdün deyənə nəticələri, ona görə də bax bu cür əməllər baş tutur. Ona görə də artıq dərəcədə xahiş edirəm, hörmətli valideynlər. Sabah, birisi gün olan imtahanlarda, yəni 17-18 tarixində keçiriləcək imtahanlarda uşaqlarınıza da deyin ki, göz açıq olsunlar. Gördü ki, onun cavabını çəkib kiməsə verirlər. İçəri girib çıxan var tez-tez, arxaya gedən var. Telefonu işarələnmiş şəkildə görürlərsə, qalxsınlar ayağa və etirazlarını bildirsinlər. Bugün uşaqların, az yaşlı uşaqların haqlarını bax belə tapdalayırlar. Sabah da artıq ondan betərini edəcəklər. İşdə də bu cür olacaq, universitetdə də bu cür olacaq. Bəli, uşağı həmişə ağzının üstündən vuracaqlar. Ona görə də inşallah yaxşı olar. Hər birinizə uğurlar arzu edirəm. Eləcə də mənim indiyə qədər bir neçə şagirdim olub ki, onlar da sabah imtahan verəcək, birisi gün imtahan verəcək. Onların da hər birinə uğurlar arzu edirəm. İnşallah dediyim kimi, necə ki sizi təlimatlandırmışam, göz açıq olun, düzgün yazın, qeydlərinizi götürün. Uğurlar hər birinizə. Yaxşı nəticələrlə də bu videonun altından yazarsınız və hörmətli valideynlər özünüz də icazə verməyin, haqsızlıq olsun. Çünki övladınız sonra digərlərindən aşağı səviyyədə olur. Yaxşı nəticələr oxumayanlara verilir. Uğurlar. Görüşərik inşallah. Fikirlərinizi də şərhlərdə yazın.